Salam dəyərli abituriyentlər, biz bu videomuzda baxacağıq tabeli mürəkkəb cümlədə bağlayıcı söz və əvəzlik qəlbin əsas funksiyalarına. Başlayaq. Əvvəlcə yəni bunların fərqlərinə baxaq. Yəni testlərdə bağlayıcı sözlə əvəzlik qəlbi necə fərqləndirə bilərsiniz? Yadınızda qalsın, bağlayıcı söz hansı ki, bağlayıcı sözü ümumiyyətlə biz nəyə başa düşürük? Yadınızda qalsın, bağlayıcı sözlər bizim nitq hissələrində öyrəndiyimiz sual əvəzlikləridir. Hansı ki, məsələn, nitq hissələrinin sualları var. Kim, nə, hara, necə, nə cür, hansı. Bax, həmin o suallar, sual əvəzlikləri daha doğrusu bağlayıcı sözlərdir. Əvəzlik qəlblər isə yadınızda qalsın, işarə əvəzlikləridir. İşarə əvəzlikləri. Yəni o, bu, elə, belə, həmin. Bax, bunlar artıq tabeli mürəkkəb cümlədə əvəzlik qəlib funksiyasını yerinə yetirir. İndi gəlin bunların fərqlərinə nəzər yetirək. Yadınızda qalsın, bağlayıcı sözlər mürəkkəb cümlədə hansı ki, o dediyimiz sual əvəzlikləri əlaqələndirmə vasitələridir. Əlaqə vasitəsidir. Yəni, əlaqə vasitəsində biz nəyə başa düşürük? Məsələn, o baş və budaq cümlələrdə deyirik, bağlayıcı vasitə, baş və budağı bir-birinə bağlayan vasitələr. Bax, həmin o vasitələrin içində biz bağlayıcı sözləri qeyd edirik. Yəni, bağlayıcı sözlərin elə əsas funksiyası baş və budaq cümləni bir-birinə bağlamaqdan ibarətdir. Ona görə deyirik ki, əsas əlaqə vasitəsidir baş və budaq cümlələri arasında bağlayıcı sözlər. Əvəzlik qəlblər isə yadınızda qalsın. Əlaqə vasitəsi deyil. Yəni, belə deyim də, cümlədə hər hansı bir əvəzlik qəlbi görsəniz, siz həmin o cümlədə baş və budaq cümləni bağlayan bir vasitə kimi götürə bilməzsiniz orada. Yəni, yenə deyirəm, əlaqə vasitəsi olur bağlayıcı sözlər. Əvəzlik qəlblər heç vaxt əlaqə vasitəsi olmur. Bəs yaxşı, əvəzlik qəlb əlaqə vasitəsi olmursa, yaxşı, əvəzlik qəlbin tabeli mürəkkəb cümlədə funksiyası nədir, rolu nədir? Yadınızda qalsın. Mürəkkəb cümlədə, tabeli mürəkkəb cümlədə budaq cümlənin növü əvəzlik qəlbə əsasən müəyyənləşdirilir. Baxın, əsas fərqi bundan ibarətdir. Bağlayıcı söz əlaqə vasitəsidir. Əvəzlik qəlb isə budaq cümlənin növünü müəyyənləşdirən əsas vasitədir. Məsələn, gəlin belə bir misal üzərində bunu göstərim. Deyirəm ki, kim ki dərslərinə yaxşı hazırlaşmır. Kim ki dərslərinə yaxşı hazırlaşmır, onu da imtahandan kəsəcəklər. Baxın, dəyərli şagirdlər, belə bir cümlə yazdıq bura. Kim ki dərslərinə yaxşı hazırlaşmır, onu da imtahandan kəsəcəklər. Baxın, bu cümlədə biz dedik ki, bağlayıcı sözümüz hansılardır? Bağlayıcı sözlər sual əvəzlikləridir. Baxın, burada kim var? Kim sual əvəzliyidir, düzdür? Bizim hansı ki nitq hissələrində öyrəndiyimiz, əvəzliyin tərkibində öyrəndiyimiz ismi suallarıdır. Sual əvəzliyidir. İndi baxın, sual əvəzliyi olur bağlayıcı sözümüz. Bağlayıcı söz. Baxın, kim ki dərslərinə yaxşı hazırlaşmır, onu da imtahandan kəsəcəklər. Onu isə burada nə olur? Əvəzlik qəlib. Əslində, bəzən abituriyentləri çaşdıran burada əvəzlik qəlib, qarşılıq söz funksiyalarıdır. Məsələn, əslində belə deyim də, əvəzlik qəliblə qarşılıq söz ikisi də eyni şeydir. Sadəcə, bağlayıcı sözə baş cümlədə qarşılıq söz kimi işlədirsə buna, biz bunu deyəcək qarşılıq söz. Yox, işlədən bilmirsə, bu olur əvəzlik qəlib. Yəni, əslində, həmin o işarə əvəzlikləri, əvəzlik qəlib, qarşılıq söz, hamısı eyni bir anlayışı ifadə edir. Sadəcə, hansı ki, məsələn, deyirəm ki, harada, bax, belə bir cümlə yazıram, harada yaşıllıq var, orada da həyat var. Həyat var. İndi fikir verin. Harada yaşıllıq varsa, orada da həyat var. Mən burada harada bağlayıcı sözünə qarşılıq olaraq orada sözünü işlətdim. Deməli, burada əvəzlik qəlibə biz deyəcəyik qarşılıq söz. Amma əslində ümumi götürsə, belə əvəzlik qəlbin özüdür. Sadəcə baş cümlədə həmin o bağlayıcı sözə qarşılıq söz kimi işləndiyinə görə biz buna deyirik elə qarşılıq söz. Yəni, aydın oldu. Yəni, əvəzlik qəlb, qarşılıq söz ikisi də eyni anlayışlardır. İndi fikir verin, bayaq yazdığım cümləyə. Kim ki dərslərinə yaxşı hazırlaşmır, burada dedik kim sual əvəzliyimizdir və bağlayıcı söz funksiyasını yerinə yetirir. Onu da, bax bu da bizim olur əvəzlik qəlbimiz.
İndi baxın, burada həmin baş və budaq cümləni bir-birinə, bax bu cümləmiz bizim adlanır budaq cümlə, bu cümlə isə adlanır baş cümlə və yadınızda qalsın, budaq hər zaman başdan asılı olur. Yəni, sizə sxemi bu formada versə, bax bu baş cümlədir, bu da budaq cümlədir. Yadınızda qalsın, baş cümlə budaq cümlədən heç vaxt asılı ola bilməz. Oxu bu formada verər, bu artıq yanlış variantdır. Aydın oldu. Deməli, necə olmalıdır? Ox işarəmiz budaqdan başa doğru getməlidir. Bax, bu formada olmalı. Yəni, budaq başdan asılıdır. İndi, burada nəyə fikir verək? Baş və budaq cümləni bir-birinə bağlayan vasitə. Burada desək ki, altından xətt çəkilmiş ifadədir. Məsələn, bunu göstərsə əvəzli qəlbimizi, bu artıq yanlış olacaq. Niyə? Çünki əvəzli qəlb yadınızda qalsın, bağlayıcı vasitə deyil, əlaqə vasitəsi deyil başla budaq cümlə arasında. Əsas vasitəmiz nədir? Bax, burada başla budağı bağlayan, bax, budur, kim ki. İndi fikir verin, bəs yaxşı. Bir əvəzlik qəlblər nədir? Əvəzlik qəlb isə budaq cümlənin növünü müəyyənləşdirən əsas vasitədir. İndi həmin bu cümləyə nəzər salsaq, gəlin buranı silək. Siz burada bağlayıcı sözə sual verib, baxın, hazırlaşmır. Kim? Kim ki? Bilirsiniz, yəni sual əvəzləri suala cavab vermədən cümlə üzvü ola bilir. Siz desəniz ki, burada bağlayıcı cümlə mübtədadır cümlədə və cümlə mübtəda budaq cümləsidir. Bax, bunu bu formada götürsəniz artıq yanlış olacaq. Niyə? Yenə də deyirəm, əvəzlik qəlbə əsasən tapırıq. Bağlayıcı sözümüz bizim əlaqə vasitəmizdir başdan budaq cümlə arasında. Ancaq əvəzlik qəlbimizdə budaq cümlənin növünü müəyyənləşdirən vasitədir. Biz buna əsasən tapacağıq. Aydın oldu, əvəzli qəlbə əsasən. Əvəzli qəlbə sual verib tapacağıq cümlənin hansı budaq növüdür, budaq cümlənin növünü. Baxın, kəsəcəklər. Kimi? Onu. Hansı cümlə özünün sualına cavab verdi? Tamamlığın. Deməli, cümləmiz mübtəda budaq cümləsi yox, tamamlıq budaq cümləsidir. Aydın oldu. Yəni, əvəzli qəlbə sual verirsə cümlədə və əvəzli qəlb hansı cümlə üzvünün sualına cavab verirsə, demək, budaq cümlədə həmin cümlə üzvü funksiyasını daşıyır. Bax, bu belə. Bu, birinci daha doğrusu, bağlayıcı sözlər və əvəzli qəlblər arasında birinci fərqdir. Daha sonra ikinci gəlin fərqə nəzər yetirək. Bayaq, əsas fərqlərdən birini bayaq dedik ki, bağlayıcı söz budaq cümlənin növünü belə yazaq, növünü müəyyənləşdirmir. Əvəzli qəlb isə budaq cümlənin növünü müəyyənləşdirir. İndi növbəti bir fərqə baxaq. Yadınızda qalsın, bağlayıcı söz budaq cümlənin tərkibində işlənir. Hansı ki, yenə deyirəm, o sual əvəzlikləri, bəzən şagird bağlayıcı söz deyəndə qalır ki, belə bağlayıcı söz hansıdır, işarə əvəzliyi hansıdır. Ümumiyyətlə, bax, bu formada deyirəm ki, hər dəfə yadınızda qalsın, sual əvəzlikləri, həmin o bağlayıcı sözlər budaq cümlədə yer alır. Budaq cümlədə yer alır. Əvəzlik qəlblərin yeri isə baş cümlədir. Baş cümlə. Aydın oldu. Deməli, bağlayıcı sözlər, hansı ki, bizim dediyimiz o sual əvəzliklərinin yeri budaq cümlədir. Əvəzlik qəlblərin yeri isə baş cümlədir. Yadınızda qalsın. Bir şeydə qeyd edim. Bağlayıcı sözlər kişi ədatı ilə çox rahat bir şəkildə işlənə bilir. Ancaq əvəzlik qəlblərdə kişi ədatı olmur. Yəni, məsələn, o bayaq yazdığım cümlə ki vardı. Məsələn, kim ki deyirəm, imtahana hazırlaşır. Biz ardını yazmıram. Baxın, bu cümlənin siz birinci tərəfinin, birinci sadə söz deyə bilmədim, komponentinin baş yaxud da budaq cümlə olduğunu tapmaqdan ötürü bir çox əslində üsullar var. Bunu bir videoda qeyd etmişdim, hazırlıq qruplarına atmışdım. Sadəcə ən rahat yolu, bax, kişini dedim ki, kişi ədatı budaq cümlədə işlənir və bağlayıcı sözlə bir yerdə işlənir. Yəni, baxın, burada kişini gördüyünüz çox rahat bir şəkildə tapa bilərsiniz ki, kişinin yeri kişi ədatının yeri. Baxın, burada nə ilə işləndi? Kim bağlayıcı sözü ilə işləndi. Deməli, və budaq cümlədə işlənir. Mütləq şəkildə kişi ədatı bağlayıcı sözlə bir yerdə budaq cümlədə işlənir. Məsələn, deyirəm ki, o zaman
O zaman əvəzlik gəlibdir. Amma mən bunu desəm ki, o zaman ki, bax, bu formada cümlədə işlətsəm, bax, ki ədatı mütləq şəkildə budaq cümlədə yer alır və bağlayıcı sözlərlə işlənir. Və artıq bunu o zaman ki ifadəsi varsa, bunu çox rahat bir şəkildə siz götürəcəksiniz budaq cümlə. Aydın oldu. Ki ədatın, cümlədə ki ədatını görürsünüzsə, məsələn, cümlənin hansının əvvəldə, budaq məsələn əvvəl gəlir, baş əvvəl gəlir, bunu tapa bilmirsinizsə, cümlədə ki ədatını görüb çox rahat bir şəkildə onu budaq cümlə götürə bilərsiniz. Bax, bu da belə. Daha sonra yadınızda qalsın, həm bağlayıcı sözlər, həm də əvəzli qəlblər cümlə üzvü funksiyasında çıxış edə bilir. Yəni, hər ikisi cümlədə müəyyən bir funksiyada çıxış edə bilir. İndi gəlin baxaq görə, bağlayıcı sözləri ümumi şəkildə biz deyirik ki, sual əvəzlikləridir. Ancaq yadınızda qalsın, bəzi sözlər sual əvəzlikləri olmur, ancaq cümlədə bağlayıcı söz funksiyasını daşıyır. Gəlin, onları bir dənə yazaq, qeyd edin. Konkret sual əvəzlərini bilirsiniz. Kim, nə, hara, nə edir, nə edəcək, necə, nə cür, neçə, nə qədər. Bax, bunlar hamısı sual əvəzləridir və bağlayıcı söz funksiyasını yerinə yetirir. Bir də sual əvəzliyi olmayan, amma mürəkkəb cümlədə bağlayıcı söz funksiyasını yerinə yetirən sözlərimiz var. Məsələn, bu sözləri görəndə artıq bunları bağlayıcı söz kimi götürəcəksiniz. Və təbii ki, bağlayıcı sözünün yeri haradadır? Budaq cümlədədir. Yəni, çox rahat bir şəkildə budaq cümlənin əvvəl ya da sonra gəldiyini tapa bilərsiniz. Hamısını yazıram, qeyd edin. Hər kim, daha sonra hər kəs, hər nə, o qədər, o zaman ki, bax, o zamanla o zamankini qarışdırmayın. O zaman əvəzlik gəlibdir. O zaman ki deyirəmsə artıq bu olacaq bağlayıcı söz. Daha sonra o vaxt əvəzlik gəlibdir. O vaxt ki desəm bu olacaq artıq bağlayıcı söz. Daha sonra ondaki, haçan ki, daha sonra elə ki, bax, məsələn, elənin özü əvəzlik gəlibdir, amma elə ki deyirəm, bu olacaq artıq nə? Bağlayıcı söz. Daha sonra haraya ki, o yerdəki, bir vaxt ki, kim ki və s. Bax, bunların mütləq şəkildə altından xətt çəkin, ya bir qeyd kimi götürün. Bunlar deməli nələrdir? Bağlayıcı sözlər və əsas əlaqələndirmə vasitəsidir. Baş və budaq cümləni bağlayan əsas əlaqələndirmə vasitəsidir. Və bir şey də qeyd edin, bağlayıcı sözlərin yeri, yenə də deyirəm, budaq cümlədir. Məsələn, belə bir cümlə yazaq. Deyirəm ki, kim gəlmək istəsə, onu da çağırın. İndi gəlin bu cümləmizə nəzər yetirək. Kim gəlmək istəsə, onu da çağırın. Burada bu bizim mürəkkəb cümləmizin birinci komponenti. Düzdür, bu birinci komponentidir, bu da ikinci komponenti. İndi burada bağlayıcı sözümüz, ümumiyyətlə, bax, belə bir sual verirəm. Bu cümlədə baş cümlə əvvəl gəlib, yoxsa budaq cümlə? Rahat bir qaydasını dedim. Bağlayıcı söz işlənibsə, sual əvəzi işlənibsə, deməli, birinci gələn hansı tərəfdir? Budaqdır və daha sonra ikinci gələn tərəf isə baş cümlədir və budaq başdan hər zaman asılı olur. Fikir verin burada. Onu çağırın. Bu isə bizim əvəzli qəlbimizdir. İndi fikir verin. Çağırın kimi? Onu. Gəlmək istəsə kim? Bu da ki, bütövlükdə mübtədadır. İndi burada bizim budaq cümləmizin növü mübtəda budaq cümləsi yoxsa tamamlıq? Tamamlıq budaq cümləsi olacaq. Niyə? Çünki dedim ki, əvəzli qəlbi budaq cümlənin növünü tapan zaman mütləq şəkildə bağlayıcı sözə yox, nəyə fikir verirsiniz? Əvəzlik qəlbi. Əvəzlik qəlbi hansı cümlə üzvü rolundadırsa buna fikir verməyin. Bağlayıcı sözlər sadəcə cümlədə əlaqələndirmə vasitəsi rolunu daşıyır. Budaq cümlənin növünü tapmaqdan ötürü mütləq şəkildə siz orada əvəzlik qəlbi tapmalısınız və yaxud da yoxdursa belə cümlədə əvəzlik qəlb buraxıla bilər. Onu bərpa etməlisiniz. Aydın oldu? Bax belə. Burada deməli kim? Sual əvəzliyidir, bağlayıcı vasitədir. Onu əvəzli qəlbimizdir və cümlədə tamamlıq rolunda çıxış edib, ona görə də deyirik bu cümlə tamamlıq budaq cümləsidir. Və kim? Baxın, burada bağlayıcı sözdür və bağlayıcı söz dedik ki, budaq cümlənin tərkibində işlənir və budaq cümlədə
Baxın, birinci gəlib, daha sonra isə baş cümlə işlənmişdir. Bu belə. İndi gəl əvəzli qəlblər haqqında danışaq biraz da. Əvəzli qəlblər dedik nədir? Əvəzli qəlblər işarə əvəzlikləridir. O, bu, elə, belə, həmin. Ancaq yadınızda qalsın, bəzi işarə əvəzliyi olmayan, ancaq tabeli mürəkkəb cümlədə əvəzli gəlib funksiyasını daşıyan yenə bəzi sözlərimiz var. Onları da gəlin qeyd edək. O, bu, elə, belə, həmin. Onları yazmayacağım. Onları bilirsiniz. Məsələn, o idi, bu idi, bu idi, odur, budur, odur, budur, ondan ibarətdir, ondan ibarətdir. Daha sonra elə idi, gəlin bunu da yazaq. Elə idi, belə idi, belə idi. Ona görə, buna görə, bir şərtlə, ondan ötürü. Bax, bunları mütləq şəkildə yadınızda saxlayın, ya bir qeydiyyatınıza aparın, çünki bunlar testlərdə qabağınıza çıxacaq. Ondan ötürü, bundan ötürü, bir o qədər, bir elə, o səbəbə, o məqsədlə. Daha sonra məsələn buraya yaza bilərik. Onun üçün, bunun üçün, onun üçün, bunun üçün, o oldu, bu oldu. Daha sonra o şəxs əvəzliyi. Bax, bunlar deməli tabeli mürəkkəb cümlədə əvəzlik gəlib funksiyasını yerinə yetirən sözlərdir. Bax, bu sözləri mütləq şəkildə yadınızda saxlayın. İndi daha sonra tabeli mürəkkəb cümlə ilə bağlı bir şey nəzərinizə çatdırım. Zaman budaq cümlələri tabeli mürəkkəb cümlələrdə bilirsiniz ki, budaq cümlə baş cümlədən əvvəl gəlir. Xüsusən də həmin o cümlələrdə zaman budaq cümlələrinə yenicə, təzəcə, indicə tipli sözləri, yəni zaman məzmunlu sözlər olduğuna görə zaman budaq cümləsində çox rahat bir şəkildə işlənir və zaman budaq cümləsində kitablarınızda belə bir qayda var ki, budaq cümlə baş cümlədən əvvəl gəlir. Yadınızda qalsın. Bu qayda bütün cümlələrə şamil edilmir. Ola bilsin ki, həmin o cümlədə yenicə, indicə, təzəcə sözləri verilsin, ancaq həmin o cümlədə baş budaqdan əvvəl gəlsin. Necə ola bilər? Məsələn, gəlin baxaq, 2 dənə cümlə yazacağam. Deyirəm ki, mən yenicə öyrəndim ki, onlar sabah bizə gələcək. Bu bizim birinci cümləmizdir, yenicə sözü ilə bağlı. Bir də ikinci belə bir cümlə yazıram ki, yenicə içəri girmişdi ki, yağış yağdı. İndi fikir verin, 2 dənə cümlə yazmışam. Mən yenicə öyrəndim ki, onlar sabah bizə gələcək. Yenicə içəri girmişdi ki, yağış yağdı. Hər iki cümlədə yenicə var. İndi mən sizə belə bir şey deyirəm. Birinci cümləmizdə, yadınızda qalsın, baş birinci gəlib, budaq ikinci gəlib. İkinci cümlədə isə budaq birinci gəlib, baş ikinci gəlib. Budaq birinci gəlib, baş ikinci gəlib. İndi fikir verin. Bunu necə tapırıq? Yenicə, indicə, təzəcə sözlərində çör-çörəni o formada görən kimi harda yenicə, indicə varsa o dəqiqə budaq baş sıxımını götürmürsünüz. O zaman yenicə, indicə, təzəcə sözləri işlənən cümlədə budaq başdan əvvəl gəlir ki, o cümlə zaman budaq cümləsi olsun. Baxın, yenicə içəri girmişdi ki, yağış yağdı. Yağış yağdı. Nə zaman yağış yağdı? Bax, nə zaman sualını mən çox rahat bir şəkildə çıxarda bilirəm burada. Nə zaman yağış yağdı? Yenicə içəri girəndə yağış yağdı. Mən bu formada da sadələşdirə bilərəm, düzdür? İndi fikir verin, nə zaman? Bu zaman budaq cümləsidir. Zaman budaq cümləsi. Yenicə, indicə, təzəcə sözləri zaman budaq cümləsinin tərkibində işləndikdə budaq başdan əvvəl gəlir. Ax, bu sözlər tamamlıq budaq cümləsində tərkibində işlənə bilər. Deyirəm ki, mən yenicə öyrəndim ki, sual verin, nəyi? Fikir verin, tamamlıq sualı çıxır istər-istəməz. Yoxdur burada. Məsələn, deyirəm ki, mən yenicə bunu öyrəndim ki,
Gördünüz, əvəzsiz gəlbimi mən çox rahat şəkildə bura əlavə edə bildim. Bunu öyrəndim ki, nəyi öyrəndim? Bunu. Əvəzsiz qəlbimiz hansı cümlə üzvü rolundadır? Tamamlıq. Deməli, bu cümlə tamamlıq budaq cümləsidir. Və tamamlıq budaq cümləsində də budaq cümlə baş cümlədən sonra işlənir. Bax, yenə deyirəm, zaman budaq yenicə təzəcə sözləri cümlədə varsa və həmin cümlə zaman budaq cümləsidirsə, sual verin. Yağış yağdı. Yağış nə zaman yağır? Mən orada zaman budaq cümləsinin sualını çox rahat bir formada çıxarda bilirəm. Deməli, həmin cümlə zaman budaq cümləsidir və budaq cümlə əvvəl gəlib, daha sonra isə baş cümlə işlənib. Yox, əgər mən yenicə tipli sözlə işlənən cümləyə çox rahat bir şəkildə tamamlıq artırıramsa və ya da tamamlıq budaq cümləsidirsə o cümlə, bax, məsələn deyim, mən yenicə öyrəndim ki, artıq buradan sual çıxardı, nəyi? Burada mən artıq zaman budaq cümləsinin sualını çıxarda bilmirəm, tamamlığın sualını çıxardıram. Deməli, bu tamamlıq budaq cümləsidir və budaq cümlə baş cümlədən sonra gəlir. Birinci baş cümlə gəlir, daha sonra isə budaq cümlə gəlir. Bax, bu da belə. Tabeli mürəkkəb cümlə haqqında ümumi məlumatlar bu qədər.